Herkese salam, YouTube kanalıma xoş gəlmisiniz. Hər birinizi yeni bir vlogdan salamlayıram. Videoya səhər yeməyi hazırlamaqla başlayıram. Keçən videoda yadınızdadırsa bu sirnikləri birlikdə hazırlamışdıq. Bu şəkildə çox asan olur. Çıxartıram, çay dəmlənənə qədər 10-15 dəqiqə ərzində artıq səhər yeməyim hazırdır. Yağ əlavə etdiyim tavada əvvəlcə bir üzünü 5-6 dəqiqə qızarana qədər bişirirəm. Daha sonra çevirib qapağı bağlı halda 5-6 dəqiqə digər üzünü qızardıram. Bu cür hazır qufələrdən şəkərli olduğu üçün çox da istifadə eləmirəm, ancaq ayda bir dəfə özümə icazə verirəm. Sirniklərim artıq hazırdır. Mən üzərinə qatlaşdırılmış süd əlavə etdim. Ancaq istəyə bağlı olaraq evdə olan cemlərdən və yaxud da meyvələrdən də istifadə edə bilərsiniz. Mənə nur, sizə isə xoş seyirlər olsun. Çoxdan da almaq istədiyim bir aparat var idi və nəhayət ki, bu qoz bişirən aparatı əldə etdim. Bu şirniyyatı gördüyüm zaman mən uşaqlığıma qayıdıram və əminəm ki, hər evdə ən azı bir dəfə də olsa bu şirniyyat hazırlanıb. Mən internet mağazin Wildberries-dən əldə etmişəm və artıq test eləmişəm, çox gözəl bişirir və növbəti videomda daha ətraflı qoz şirniyyatının reseptini də paylaşacağam. Kiçik bir sifarişim var idi, onu götürdükdən sonra mağazalara gedib baxacağam biraz və orada olan qiymətləri ekranda Azərbaycan manatı ilə göstərəcəm. Mən gəldiyim mağaza Moskvada yerləşən böyük lentalardan biridir və payız fəsli ilə bağlı olaraq payız temalı müxtəlif cür krujkalar, stakanlar, şamlar demək olar ki, mağazinlərin əksəriyyətində var. Bəzən bir məhsulu müxtəlif mağazalarda çox böyük qiymət fərqləri ilə satırlar. Elə düşünürəm ki, bir məhsul almamışdan əvvəl bir neçə mağaza gəzib qiymətləri qarşılaşdırmaq lazımdır. Misal üçün bu həsir səbət Modi mağazasında 15 manatdır. Eyni buna oxşar, yenə də həsirdən hazırlanmış səbət qulp hissələri biraz fərqlidir. Fix Price mağazasında sadəcə 5 manatdır. Və mən artıq evdəyəm və sifarişimi açmaqla başlayıram. Sifarişim nəmləndirici kremdir. Havalar soyuduğuna görə üzlərimiz, əllərimiz quruyur və özümüzə qulluq etməyi qızlar unutmuruq. Nə aldım? Gəlin birlikdə onlara baxaq. Hər evdə olan belə salafan paketlərdən əldə etdim. Bir də videonun əvvəlində göstərdiyim bu salafan papaqlardan, papaq paketlərdən əldə etdim. İçərisində 100 ədəddir və çox əlverişli bir məhsuldur. Bu şəkildə rezinlidir və belə papaq şəklində açılır. Artıq qalan yeməklərin üzərini, meyvələrin üzərini belə örtə bilərsiniz. Və ölçüsü də kifayət qədər böyükdür. Diametri 38 cm-ə qədər olan bütün qabların üzərini belə bu şəkildə örtə bilərsiniz. Növbət əldə etdiyim məhsul belə kofedir. Biz tənəvər kofedən istifadə edirik. Üyüdüb daha sonra isə dəmləyirəm. Və bu şamlar bunlardan yan keçə bilmədim. Böyük 60, kiçiksə 30 saat yanma müddətinə malikdirlər. İkinci əldə etdiyim şam isə bu cür bankada olan sandal ətirli şamdır. Möhtəşəm bir qoxusu var. Və sonuncu aldığım məhsul bu cür zajimlərdir. Ağzı açıq qalan məhsulların, paketlərin ağzını bağlamaq üçün.
Məhsulları paketində saxlamağı sevmirəm. Ona görə də kofeni belə bu cür şüşə saxlama qabının içərisində saxlayıram və bir dəfəlik üyütmürəm. Hissə-hissə lazım olduqca üyüdüb o şəkildə təzə-təzə dəmləyirəm. Kiçik bir fincan kofe hazırlayacağım üçün 1 çay qaşığı kofedən və fincan ölçüsü qədər sudan istifadə edirəm. Bir dəfə qarışdırıb ocağa yerləşdirib dəmlənməsini gözləyirəm. Videomu sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Dəstək olmaq üçün kanalıma abunə olmağı və videomu bəyənməyi unutmayın.